İsti bir yay günü, daha doğrusu 12 iyul 2021-ci il. Binəqədi rayonu 1-ci Mədən massivinin həyətlərinin birində yas mərasimi keçirilir. Bu yas mərasiminin 5 il sonra gəlib verilişimizə çıxmağının səbəbi isə budur ki, az sonra həmin mərasimdə, bu isti yay günündə qan töküləcək. Ərinin il mərasimində sevgilisi də iştirak edən qadın bir il fasilə ilə həyatındakı ikinci kişini də itirəcək və yasda qətl hadisəsi baş verəcək. Saat 21:40-da 43-cü polis bölməsinə məlumat verilir ki, Binəqədidə 1-ci Mədəndə 10-cu korpusda yas mərasimində qətl hadisəsi baş verib. Qeyd olunur ki, Sədərək sakini 31 yaşlı Elnar Qədimov bir bıçaq zərbəsi ilə qətlə yetirilib. Qeyd olunan ünvanda başına insanlar toplaşmış meyiti ortada qalmışdı və az sonra ekspertizanın rəyində qeyd olunacağı kimi bir bıçaq zərbəsi ilə sağ yuxu arteriyasının kəsilməsi nəticəsində şiddətli qan itirmədən dünyasını dəyişmişdi Elnar. Qanlı yay gününün gecəsi bəlli olur ki, Elnarı 16 yaşlı Bəhruz Mehrəliyev qətlə yetirib. Səbəbi keçməzdən əvvəl gərək ki, bu səbəbi yaradan səbəblərdən başlayaq. 16 yaşlı Bəhruz əlini bıçağa atmadan bir il əvvəl onun əmisi Bəhrəm Mehrəliyev dünyasını dəyişir. O Bəhrəm Mehrəliyev ki, həmin bu məşum gecədə onun il mərasimi qeyd olunurdu. Bəhrəm Mehrəliyev 2020-ci ilin iyul ayında öldükdən sonra yeri gəlmişkən onun koronavirusdan öldüyü bildirilir. Ailəsi el adəti ilə onun yasını saxlayır. Mərhumun arvadı isə bu yas saxlama prosesində biraz nəsə ayrı cür davranır. Mərcan Mehrəliyeva ərinin ili çıxmamış yaşadığı evi təmir eləmək qərarına gəlir. O, usta Elnar Qədimov tapır və evinin təmir etmək barədə onunla söhbətə başlayır. Bu ev təmiri söhbətləri sonu qanla bitəcək bir eşqin təməlini qoyur. Suvağı çox su aparacaq bu təmir işi bir şəxsi qəbrə, birini də həbsə göndərir. Söhbət ondan gedir ki, mərhum Bəhrəm Mehrəliyevin qardaşı oğlu 16 yaşlı Bəhruz Mehrəliyev mərhum əmisinin həyat yoldaşı 30 yaşlı Mərcandan şübhələnir. Onun Elnarla münasibəti olması barədə fikirləri hələ yetkinlik yaşına çatmayan Bəhruzu narahat edir. Mərcan isə bu müddətdə Elnarı Bəhruza gah taksi sürücüsü və gah da usta kimi təqdim edir. Ancaq şübhələr Bəhruzun beynindən çıxmır, o sonradan Mərcanın usta Elnarla telefon danışıqlarına qulaq şahidi olur. Bundan sonra əmisi arvadı ilə Elnarın arasında münasibətlərin yaxın olduğuna əminliyi tamamilə yaranır. O, əminliyini artırmağa səbəbiyyət verən bir mənzərəni də gözləri ilə görür. Belə ki, əmisi arvadını izləyərək onun dəniz kənarına həmin usta ilə, Elnarla görüşə getdiyini və həmin görüşdə sahildə qucaqlaşdığının şahidi olur. Bəhruz bundan sonra sakit dayanmır, o bu münasibətə son vermələri barədə Elnara xəbərdarlıqlar edir. Elnar isə Bəhruza sən hələ uşaqsan deyərək onu başından eləyir. Bu yola verilmə Bəhruza biraz da pis təsir eləyir. Bir dəfə əmisinin yoldaşı Mərcana da bu işə son qoymağı tapşırır. Mərcan da öz təbirincə desək, Bəhruzun təbirincə desək, onu yola verir və deyir ki, heç nə olmaz, sən heç kəsə demə. İstintaq prosesində bəlli olur ki, Mərcanın telefonunda bir neçə başqa şəxslə yanaşı, Elnarın da, yəni həmin ustanın da foto şəkilləri olub. Biz istintaq zamanı Elnarla Mərcan arasında olan yazışmaların aşkara çıxarıldığını nəzərə alaraq deyə bilərik ki, bəli, həqiqətən də onlar arasında münasibətlər elə Bəhruzun dediyi kimi isti olub. Bunu istintaq da aşağıdakı detallarla sübuta yetirir. Elnar Mərcanın adını telefonunda fayton deyərək yazıb. Onların bir-birlərinə yazışmaları üzə çıxarılıb və Elnar Mərcana müxtəlif vaxtlarda ölmüş nətərsən, aşkım, həyatım, bir tanem tipli mesajlar yazıb. Mərcan isə ona uyğun cavablar verib, hətta Elnarın Mərcanla yazışmalarının birində belə bir mesaja da rast gəlirik. Elnar Mərcanın ərinin il dönümündə
ona belə bir mesaj yazıb: Allah rəhmət eləsin aşkım. Elnarın da, Mərcanın da telefonlarına baxış zamanı onların telefonlarının qaleriya bölməsində ikisinin birgə çəkdirdikləri fotolar da üzə çıxıb. Şəkillərdən biri dənizdə çəkilən foto şəkil hadisədən 11 gün əvvəl iyulun 1-nə aiddir. İstintaq materiallarında ikili münasibətlərin xarakterinə dair başqa detallar da var, lakin biz onların hamısını bu verilişdə sözbəsöz deməyə lüzum görmürük. Qeyd olunanlar sonuncuların yaxın münasibətdə olmasına tamamilə dəlalət edir və bunu demək kifayətdir. İndi isə gələk həmin dəhşətli günə. Bəhruzgil əmisinin il mərasimini keçirərkən ora Elnar da gəlir. Bu Bəhruzun heysiyyətinə toxunur. Elnara yaxınlaşaraq onun niyə yas məclisinə gəldiyini soruşur. Elnar isə Bəhruzun əmisi arvadını sevdiyini deyir və Elnar yas verilən yerdə əyləşir. Açığı Bəhruz burada birbaşa dirəniş göstərmir. Bəhruz ifadəsində deyir ki, Elnar hüzur məclisində də sakit durmayaraq əmisi arvadına göz qaş edir. Hirslənən Bəhruz yatdığı otağa gedərək oradakı məişət bıçağını götürür, qatlanıb açılan bıçağı hazır vəziyyətə gətirdikdən sonra şalvarın bel nahiyəsinə qoyur. Yəni hazır vəziyyətdə şalvarının kəmərinə taxır. Elnar Qədimovun əyləşdiyi masaya yaxınlaşaraq sonuncunu qisas niyyəti ilə qəsdən öldürməyə əlverişli məqam gözləyir. Niyyətini həyata keçirməyə maneçilik törədə biləcəyi hər hansı kənar təsirin olmadığını əmin olduqdan sonra sağ əli ilə əvvəlcədən hazırlayıb şalvarının bel nahiyəsinə qoyduğu bıçağı çıxararaq həmin vaxt taxta skamyada oturmuş Elnar Qədimovun boğazına bir dəfə bıçaqla vurmaqla sonuncunu öldürür. Vurduqdan sonra deyir ki, sənə demişdim bura gəlmə. Elnarın yaxınları isə məsələni başqa cür təqdim edir. Məhkəmədə ifadələrində məsələnin fərqli olduğunu deyirlər. Mərhumun atası qeyd edir ki, Mərcangilin usta Elnara 5000 manata qədər borcu olub. Elnar da hüzur məclisinə həmin pulu geri almaq üçün gəlibmiş. Onlar pulu qaytarmamaq üçün oğlunu öldürüblər. Lakin bu qeyd edilənlər sübuta yetirilməyib. TV11 YouTube kanalı sərfəli reklam şərtləri təqdim edir. Ay ərzində milyonlarla baxış, milyonlarla insan diqqəti istəyirsinizsə, öz məhsullarınızı bizim kanalımızda sərfəli şərtlərlə effektiv şəkildə reklam edə bilərsiniz. Bunun üçün 070 291 78 98 nömrəsindən əlaqə saxlaya, eyni zamanda WhatsApp vasitəsilə yaza bilərsiniz. Bəhruz Mehrəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əsasən Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə qəsdən adam öldürmə maddəsindən təqsiri bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilir. Salamat qalın.